Verilən bazasının modelləri ilə bağlı uyğunluğu müəyyən edin. İyerarxik, relyasiya və şəbəkə modeli ilə bağlı uyğunluğu müəyyən etməliyik. Verilənlərin nizamlı, ağac şəklində təsvirinə əsaslanır. Bu, iyerarxik modelə aiddir. Verilənlər bazası iki ölçülü cədvəl. Cədvəl görürüksə, bu, relyasiya modelinə aiddir. Aşağı səviyyədə yerləşən hər bir bənd daha yuxarı səviyyədəki başqa bir bəndlə əlaqəli olur. Bu, iyerarxik modelə aiddir. Hər bir element istənilən başqa elementlə əlaqəli ola bilər. Bu, şəbəkə modelinə aiddir. Verilən bazası modelinin əsas anlayışları sahələr, yəni sütunlar və yazılardır, sətirlərdir. Bu da cədvələ aiddir, yəni relyasiya modelinə aiddir. Bu zaman doğru cavab olacaq. 1 A, C'dir, 2 B, Y'dir və 3 D'dir.